Bugün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Amma bugünün tarixi və maraqlı faktları sizi təəccübləndirə bilər. Gəlin birlikdə öyrənək. 8 Martın tarixi 1908-ci ilə gedib çıxır. Həmin gün Nyu-Yorkda 15 min qadın daha yaxşı əməl şəraiti və səsvermə hüququ tələb edərək yürüş edib. 1910-cu ildə isə Clara Zetkin bu günü rəsmi olaraq qadınlara həsr etməyi təklif etdi. İlk dəfə 8 Mart 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olunub. Bəs siz bilirdiniz ki, SSR bu günü rəsmi bayram elan edən ilk ölkələrdən biri olub. 8 Martın simvolu tez-tez mimoza çiçəyi olur. Çünki bu çiçək yazın gəlişini və qadınların incəliyini simvolizə eləyir. Bugün 8 Mart təkcə təbriklər deyil, həm də qadın haqları, bərabərlik və onların uğurlarının qeyd edilməsi üçün bir fürsətdir. Bütün qadınları bu gözəl gün münasibəti ilə təbrik edirik. Qadınlar hər gün güc və ilham mənbəyimizdir. Sizcə 8 Martı qeyd etməyin ən gözəl yolu nədir? Rəylərdə yazın. Sizsə kanalımıza abunə olub bizi izləməyi unutmayın.